Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will sharing some common Azerbaijani phrases you can use job environment. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in description, apply and see if our lessons are the right fit for you. Let's get started. Job interview phrases. Özümü təqdim etmək istəyirəm. Özümü təqdim etmək istəyirəm. Özümü təqdim etmək istəyirəm. It means I would like to introduce myself. Bacarıqlarım haqqında danışmaq istərdim. Bacarıqlarım haqqında danışmaq istərdim. Bacarıqlarım haqqında danışmaq istərdim. I would like to talk about my skills. Nə zaman işə başlaya bilərəm? Nə zaman işə başlaya bilərəm? Nə zaman işə başlaya bilərəm? It means when can I start working? When can I start working? İş təcrübəm bu sahədədir. İş təcrübəm bu sahədədir. İş təcrübəm bu sahədədir. It means my work experience in this field. Bu vəzifədən nələr gözlənilir? Bu vəzifədən nələr gözlənilir? Bu vəzifədən nələr gözlənilir? Bu vəzifədən nələr gözlənilir? It means what are the expectations for this position? What are the expectations for this position? Workplace phrases. Sizə necə kömək edə bilərəm? Sizə necə kömək edə bilərəm? Sizə necə kömək edə bilərəm? Means how can I assist you? How can I assist you? Bu layihə ilə bağlı fikirləriniz nədir? Bu layihə ilə bağlı fikirləriniz nədir? Bu layihə ilə bağlı fikirləriniz nədir? It means what are your thoughts on this project? What are your thoughts on this project? Bunu necə təkmilləşdirə bilərik? Bunu necə təkmilləşdirə bilərik? Bunu necə təkmilləşdirə bilərik? It means how can we improve this? How can we improve this? Əməkdaşlarınızla əməkdaşlıq etmək xoşdur. Əməkdaşlarınızla əməkdaşlıq etmək xoşdur. Əməkdaşlarınızla əməkdaşlıq etmək xoşdur. It's a pleasure to collaborate with your colleagues. Networking phrases. Sizin sahənizdəki iş təcrübəniz maraqlıdır. Sizin sahənizdəki iş təcrübəniz maraqlıdır. Sizin sahənizdəki iş təcrübəniz maraqlıdır. Your work experience in this field is interesting. Your work experience in this field is interesting. Sizinlə əlaqə saxlamağı çox istəyirəm. Sizinlə əlaqə saxlamağı çox istəyirəm. Sizinlə əlaqə saxlamağı çox istəyirəm. It means I would love to keep in touch with you. I would love to keep in touch with you. Yeni iş imkanları barədə məlumatınız varsa, mənə bildirin. Yeni iş imkanları barədə məlumatınız varsa, mənə bildirin. Yeni iş imkanları barədə məlumatınız varsa, mənə bildirin. It means if you have information about new job opportunities, please let me know. If you have information about new job opportunities, let me know. Some job-related words like iş, iş, iş. It means job or work. Müsahibə, müsahibə,
Müsahibe. It means interview. Carriera. 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 It means career. Vazife. 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 It means position. Maaş. 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 It means salary. Tecrübe. 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 It means experience. Komanda. 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 It means team. Layihe. 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 It means project. Müdür. 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 It means a manager or boss. İşçi. 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 It means employee. İclas. 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 It means meeting. Mukabele. Mukabele. Mukabele means contract. And gelir. Gelir. Gelir means income. And that's it. These phrases will help you navigate job-related conversation in Azerbaijan. If you're interested in personalized language instruction, please check out the first link in description below to apply and see if our lessons are the right fit for you. We hope you enjoyed our video and don't forget to like, share and subscribe for more useful tips. Thank you, sağ olun and see you later.